Eşən dostumuzun dəvəti ilə gəlmişəm bizim Şəmkir rayonunun Cəmcirdaxan kəndində su axtarışı eləməyə. Gəldim, sağ olsunlar, qarşıladılar və əvvəlcədən həmişəki kimi su axtarışını eləmişəm, yerini müəyyən eləmişəm, çəkiliş çox getməsin deyinə. Yenə də sizlərə göstərirəm. Əraziyə gəldim, biolokatoru saxladım, həmişəki kimi görürsünüz, biolokator istiqamət verdi, döndü. Və biolokatorun döndüyü istiqamətə mən getdim, fikir verirsiniz. Bax, gəldim bura. Bura gələndə biolokator qarşımı kəsdi. Həmişə bilirsiniz ki, biolokator qarşımı kəsdisə deməli, axtardığımız, bizim istədiyimiz, bu insanların istədiyi su buradadır. Yerin altında 2 mərhələli su var, yaxşı su var. Allah canlarını sağ eləsin, suları bol olsun, qazsınlar, istifadə eləsinlər. Yəqin ki, su 110 metreden yukarıdadır. Yəqin ki 170, 180, bəlkə də lazım olsa artıq qazılacaq. Baseyndə yarasın ki suyu götürmək, çox götürmək mümkün olsun. Sağ olun, Allah xeyirli eləsin. Qardaş, bax bu daş qoyduğumuz yerdən də bu suyumuzu hansı ki müəyyən elədi yerini. Bax oradan da onu işarələ. Allah xeyirli eləsin. Allah xeyir versin, xeyirli olsun.